Gəlin Matta kitabının 8-ci fəslinin 5-ci ayəsinə baxaq. 8-ci fəsil 5 ayədə belə yazılıb. İsa Kefernahuma girərkən bir yüzbaşı ona yaxınlaşıb yalvardı. Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir. İsa ona dedi, mən gəlib ona şəfa verəcəyəm. Yüzbaşı cavab verərək dedi, ya Rəbb, mən layiq deyiləm ki, sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əskərlər var, birinə get deyirəm, o gedir, digərinə isə gəl deyirəm, o da gəlir. Quluma bunu et deyirəm, o da edir. Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi, sizə doğrusunu deyirəm, İsraildə heç kimdə belə böyük iman görmədim. Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və səmavi padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq. Sonra İsa yüzbaşıya dedi, get, qoy sənin imanına görə olsun. Yüzbaşının xidmətçisi də o saat sağaldı. Bu, getməli olduğumuz dünya, iman dünyasıdır. Səmavi ata və səmavi ana bizi, övladlarını xilas etmək üçün bu dünyaya cismən gəliblər. 2000 il əvvəl Allah İsrail torpağına cismən gəldi. O zaman o, imana sahib olmağı önə çıxardı. Əgər imanımız varsa, hər şey inandığımız kimi gerçəkləşəcək. Buna görə də Qalatiyalılara 6-cı fəsildə yazılıb, çünki insan nəyi əkərsə, onu da biçəcək. Nə əkəriksə, nəticəni də alacağıq. Buna görə də biz iman əkərik. Yüzbaşı, qanayan qadın və 2 kör kişi iman əkdikləri üçün yaxşı nəticələr əldə etdikləri kimi. Biz də bütün bəşəriyyətə həyat müjdəsini təbliğ edərkən imanlı olmalıyıq. İmansız heç nəyə nail ola bilmərik, amma imanla hər şeyə nail ola bilərik. Hamı, siz müqəddəs kitabın Allahın kəlamı olduğuna inanırsınızmı? Müqəddəs kitabda yerinə yetməyən Allahın kəlamları varmı? Qətiyyən. Onda biz də yüzbaşı və 2 kör kişi kimi iman etməliyik. Əgər zehnimizdə hətta az da olsa şübhə adlanan natəmizlik varsa, heç bir nəticə əldə edə bilmərik. Bizim saf imanımız olmalıdır. Həmçinin biz Allahı sınağa çəkməməliyik. Yalnız missiyamızı imanla yerinə yetirəndə Allah bizə bütün bəşəriyyəti və dünyanı xilas etmək gücü verəcək. Gəlin Filippililərə məktubun 4-cü fəslinin 10 ayəsinə baxaq. Mən Rəbdə bol-bol sevinirəm ki, nəhayət indi mənim barəmdəki qayğınızı yenidən canlandırdınız. Əslində qayğınız vardı, amma bunu göstərməyə fürsət tapa bilmirdiniz. Ehtiyaca düşdüyüm üçün bunları söyləmirəm, çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam. Mən məzlumluğun da, bolluğun da nə olduğunu bilirəm. İstər tox, istər ac, istər bolluq, istər ehtiyac içində olum, hər şəraitdə, hər vəziyyətdə razı qalmağın sirrini öyrənmişəm. Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır. Həvari Pavel demişdi, mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır. O, hamısı sözünü işlədərkən iman həyatımızda baş verə biləcək 10 minlərlə şeyi nəzərdə tutmuşdu. Sizcə, Həvari Pavel bu sözləri təkəbbürləmi yazmışdır? Çünki o, Allahın onu hər şeyə qadir etmiş olduğunu anlamışdı. Bütün bəşəriyyəti xilas etmək işində biz, Sion övladları, öz rollarımızı və vəzifələrimizi yerinə yetiririk. Xahiş edirik, unutmayın ki, Allah hər şeyi bizim üçün hazırlayıb və mümkün edib.